Mən Məmmədov Rövşən, Samux rayonunun Sərkər kəndində yaşayıram. Mənim nəvəm demək olar ki, 9 yaşı var, 10 yaşına keçib. Bunun bizdə mənim atam da lalkardır. Mənim nəvəm də indi baxdıq ki, bu ağrı eşitməni sonradan bildi ki, bu ağrı eşitmir. Bunu nə qədər müalicə elətdirdim, xanlara apardım, Bakıya apardım, Gəncəyə apardım. Nə qədər buna müalicə elədik, əmələ gəlmədi. Axır buna dedilər ki, aparat al qoy, 1300 manata kreditlə bu uşağa, həmən gördüyümüz bu uşağa aparat alıb qoymuşuq. Bunu da görə bilərsiniz, 1300 manata kreditlə almışıq bunu. Gördüm əmələ gəlmir, nəysə bunun eşitməsində problem var. Axırı bana dedilər ki, bu uşağı neyirsən, buna pensiya düşür, apar bunu xəstəxanaya, buna pensiya düzəlsinlər. Nəysə bunu apardım Samux rayon xəstəxanasına. Orada da bizim bir həkim var. Bunu demək olar ki, tapmaq olmur bu bəyi, bu Samux rayonun baş həkimi, direktori deyək. Bunu tapmaq olmur. Bunu bir zulüm dərdlə tapdım. Nəysə bununla danışdıq, bunlar məni Gəncəyə göndərdi, Gəncə şəhərinə. Bunu baxa bilərsiniz, bunu yaxından çəkin, xahiş edirəm. Gəncə şəhərində apardım. Bu Əlillər Bərpa Mərkəzi var, burada Gəncədə. Uşağı mənim əlimdən aldılar, saldılar bir kutuya. Kutuda məni də çıxartdılar çölə. Kutuda bunu qulağına siqnalizasiya qoşdular, nağardılar, neynədilər. Obşum dedi, bu uşaq eşitmir. Hemen bu sənəti verdilər mənə, bu sənəti. Buyurub baxa bilərsiniz, bu sənəti verdilər. Tutalım bunu. Bunları veriblər. Budur, bu. Bu görsünüz, budur. İndi məsələ nə yerdədir? Gələndən sonra bunlar dedilər, yox, sən Bakıya gelib, Bakıdan da sənət gətirməlisən. Nəysə, 130 manat verdim, Bakıya apardım bu uşağı. Hemen bu uşağı Bakıya apardım. Orada da saat 12'ye kimi gözlədik, bizi göndərdilər. Haraydı o? Laçın haraydı? Yoxlamışlar, bir də yoxlamışlar. Nəysə, göndərdilər bizi başqa bir xəstəxana var idi ora. Orada da uşağı mənim əlimdən aldılar. Uşağı mənim əlimdən aldılar, çıxartdılar çölə. Uşağın bu əlinin üstündən qardaş, iğnə vurdular. Uşağı yatdılar, elə yoxladılar. Bakıdan da, xahiş edirəm bunu da çəkin. Bakıdan da verdiler bu sənəti. Ki buna 4 yazdılar ki, bu uşaq eşitmir, bu uşağa 50'lik pensiya düşür. Orada Yaqub həkim var idi. Yaqub həkim də sənət verdi, buradadır. Nəysə, gətirdim bura qardaş. Gətirdim bura. Bura gətirəndən sonra dedilər, yox, indi sən gedib sadda yatmalısan. Nədir? 2 nömrəli balnisədə 3 gün yatmalısan. Uşaq balnisəsində. Bunu apardım ora. Bu kağızlar da bu balnisənin kağızlardır qardaş. Bu tarafa. Xahiş edirəm yaxından çəkin. Budur. Bunu da veribdi 2 nömrəli balnisə. Burada da peçatlı zaddır. 3 gün 2 nömrəli balnisədə bu adam yatdı. 3 gündən sonra getdik, bunu vurdular. Bilmirəm, dedilər vurmuşuq. Buna imtina geldi. İmtina gələndən sonra burada Məmməd həkim var. Gəncədə. Bu Sabez var. Sabezin baş Sabez. 16'da oturur. Apardım, o da telefonla bu uşağın şəklini çəkdi, danışdırdıq. Nə qayırdı, o uşaq danışmadı. Dedim, bir gündə qoyum sizin yanınızda. Bu uşağı dəqiq yoxluyum. Dedi, yox, nərəsinə səbəb yoxdur. Gedə bilərsiniz. Uşağı götdüm, getdim. Qardaş, mən gördüm ki, 35 gündür bu cavabsız qalıb, süründüçülük var. Axırı ayın 15'i Ağstafada nazirin qəbulu idi. Nazirin qəbuluna yazıldım, telegrama vurdum. Nazirin qəbulundan da axırı 26-21 bir nömrə zəng elədi. 55 ilə, cinlə. Ki, sən gələ bilməzsən ora, biz ancaq Ağstafa cəmadını, Ağstafa rayonunun cəmadını qəbul edirik. Mən burada görürəm bu uşağı, kompüterdə, sistemdə görürəm, bu uşağa kömək edəcəyik. Məni qoymadı getməyə. Axır nəticəsi 2-ci səfərdə buna atqaz gəlib. Atqaz nə gəlib? Təzədən bu həkimə ehtiyacı var.
Mən xahiş edirəm bu uşağın qulağını nətər düzəltmək olar? Düzəltmək olarsa mütəxəssis göndərsinlər, düzəltsinlər. Mənim atam lalkardır, 86 yaşı var. Mənim nəvəmdə də çıxıb. Mən neyniyim, kimə deyim dərdimi? Xahiş edirəm cənab prezident, sənin nazirlərin bu rayonlara getməyinə baxmayaraq bizi qəbul eləmək istəmir qardaş, eləmir. Xahiş edirəm cənab prezident, mənə kömək edin, mütəxəssis göndərin, bu uşaq yerində yoxlanılsın. Bu qədər. Sağ olun.